bir ilə yaxındır ki, qaz pulunu ödəmədiyimə görə haqlı olaraq qaz idarəsindən gəlib bugün mənim qazımı kəsiblər. Düz deyirlər. Çünki niyə? Çünki mən bir ilə yaxındır ki, qaz pulu verə bilmirəm. Deməli, dövlət öz haqqını ən azından almaq üçün vətəndaşın qazını kəsir ki, mənim haqqım ödənsin. Bəli, mən dövlətə borcluyam qaz pulu. Mən bunu danmıram. Amma niyə? Axı nə üçün, nə səbəbə görə? Bunu da soruşan yoxdur. Bir qaz idarəsindən bir müvafiq qurumlardan ki, nə üçün vətəndaş borcudur? Vətəndaşın cəmi 150 manat pensiyası var. Bunu dərmanına çatdırsın, övladlarına çatdırsın, qoca anasının dərmanlarına versin, nəyə versin bilmək olmur. Əlindəkin də dövlət qurumu olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi əlindən alıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 150 minə yaxın mənə pul verəcək. 6 ildir ki, mən İcra Prokuror şöbəsinin qabağında sürünürəm. Rüşvətxorluğa görə mənə dəymiş ziyanı məhkəmə qətnamalarına görə Lənkəran İcra Prokuror şöbəsi alıb mənə vermədi. Bütün dövlət qurumlarının, bütün nazirlərin, Ədliyyə Nazirliyinin, Baş Prokurorun, Cənab Prezidentin köməkçilərinin hamısının qəbulunda olanda bildirmişəm ki, məndən rüşvət istəyiblər. Mən vermədiyimə görə mənə məhkəmə qətnamalarım icra olunmur. Və mənə dövlət qurumu olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mənə olan borcu ödənilmir. Əmlakım mənimsəndir, məhkəmə qətnamaları icra olunmur. Bugün mənim qazım kəsilir nə üçün? Niyə vətəndaşın əmlakını mənimsəməlisiniz ki, vətəndaşın əlində olan qəpiyinə qədər almalısınız ki, vətəndaş bugün qaz pulu verməyə məhtal qalıb, məcbur olub, gəlib qazını da kəsiblər. Düz eliblər, bəli, mənim qazımı kəsiblər, düz eliblər. Mən bunda bir şey bilmirəm. Amma ki, axı niyə dövlət öz 1 manatın vətəndaşda qoymur, 1 qəpiyin vətəndaşda qoymur. Ən azından qazın kəsir ki, qazsız qal, işığın kəsir, işıqsız qal, məcbur olub onun pulunu ödəyirsən. Amma vətəndaş əlində məhkəmə qətnamaları illərdir dövlət qurumlarının qabağında söngüyür, sündürməsiyə məruz qalır, zülmə məruz qalır, baxan yoxdur. Budur Azərbaycanda hüquqi dövlət. Budur Azərbaycan dövlətinin vətəndaşlara verdiyi qiymət. Budur Azərbaycan vətəndaşlarının çəkdiyi zillət.